Hər yerdə qadın xoşbəxtliyi eşidirəm. Qadın olmağı öyrənməyə çalışıram. Daha dişil olmağı qaydalarını axtarıram və sair deyirsənsə, bu yayım sənin üçündür, xoş gəlmisən. Bəlkə də qəribə səslənəcək, bəlkə də bunları eşitməyə hazır deyilsən, fəqət qadın olmağın konkret qaydalarının olmağının özü elə qadınlığa aykırıdır, qadınlığa ziddir. Çünki qadın olmaq daha çox elə özü olmaqdır. Yaradıcı olmaq, kreativlik, özü olmaq, hiss edən emosiyaları, hissləri, gerçək özü, gerçək kimliyi, duyğuları, bəzən üzüldüyü anları, bəzən güldüyü anları, bəzən üzüntüləri, huzursuzluqları, hər şeyi ilə birlikdə, heç bir tərəfindən qaçmadan, özünə savaş açmadan, çevrəsindəki insanlarla konfliktə girmədən və ən çox özü ilə konfliktə girmədən gerçəkdən özü olandır əslində qadın. Mən indi burada sənə qadın olmanın qanunları, nə bilim, səni dişil edəcək 15 əsas qayda filan deyib danışmayacağam. Mən istəyirəm ki, sən biraz baxasan ki, əslində əksikliklər deyə gördüyün şeylər nələrdir? Ümumiyyətlə, həqiqətən burada bir əksiklik varmı, yoxsa sən özünə bəlirli bir hədəf qoymusan və ora çatmadığın üçünmü özünü əksik hiss edirsən? Və beləcə sən artıq bilmiş oldun ki, qadın olmaq hər hansı bir qaydaya uymaq və ya konkret olaraq necəsə olmaq deyil, bir haldır. Və səni indi öz halında olmağa çağırıram və indi burada kameranın arxasında, burada videonun arxasında özünü necə hiss elədiyini özündən soruş. Və bax, gör sən indi nələrə baxırsan. Gör indi sənin baxdığın şey burada mənim saçlarımın necə durduğu və ya işığın hardan necə vurduğu, saçım deyən kimi, saçımın azanası tutdu. Hə. Və ya işığın hardan vurduğu, ya da ola bilər ki, hansısa səsdəki problem, hansı ki bu texniki problem deyil də, səsin belə çıxır. Bunlardamı? Yoxsa deyilən sözlərdə özündəmi bir şey axtararsan? Yoxsa mövzudur da, qoymuşam orada, hətta qoymuşam 2x-ə, videoda baxıram mı eləyirsən? Ya bu sənə həqiqətən maraqlıdırmı? Biraz realitədən baxmağa çağırıram səni və bugün bu yolculuğa burada birlikdə çıxırıq. İndi özündən soruş, gör, sən necə hiss eləyirsən? Faktik olaraq hal-hazırda necə hiss eləyirsən? Sən hansı haldasan? Və bu nə qədər normaldır, ona bax. Nə qədər çox normal olduğunu anla. Hal-hazırda huzurlusansa da bu çox normaldır. Mutlusansa da bu çox normaldır. Narahat hiss eləyirsənsə də bu çox normaldır. Açığı, o qədər fərqli kimlikləri yaşamaq zorunda buraxılmışıq ki, əslində özü olmaq bu qədər çətinləşib. Fəqət normalda təbii olaraq bu belə deyil. Yəni doğuşdan bizə yüklənmiş biraz belə qəribə oldu, sanki doğulanda bizə yükləyirlər ki, bu özəllikdir, bu özəllikdir, biraz elə oldu. Əslində bu özəlliklərimizlə birlikdə daha tam və özümüz idik. Sonra həmin özəlliklərə dünyadakı insanların və cəmiyyətlərin fikirlərini dayatmağa başladıq və Allahın bizə verdiklərini əlimizdən almağa özümüzü sürüklədik. Hansı ki, o gözəlliyi, o cazibəni, o enerjini də sənə yaradan vermişdi, amma sən oradan qaçdın və bir dəfə bir mövzu oldu bizdə. Orada belə bir şey demişdim. Dedim ki, necə yəni sən başqalarına xoş olsun deyə özünə xoş olan şeylərdənmi qaçdın? Yəni başqaları yaxşı olsun, sən üzülsən də olar, hə? Nə qədər normal. Çox tez-tez qarşılaşırıq. Başqaları üçün qadın olan qadınlar. Hansı ki onlar hətta bu videonu da izləyirlər ki, sevgilisi onu daha çox sevsin, münasibəti daha yaxşı olsun, ya da çevrəsindəki qadınlar desin ki, oyda o çox qəşəngdir, ya da ona bax necə də dişildir. Bəziləri elə qadınlıq sözünü eşitmək üçün qadın olmağa çalışır, bu belə işləmir. Kötü xəbər. Bu belə işləmir və nə qədər qəribə səslənsə də,
Siz özünüz üçün olmağa başlayanda bu alınacaq. Başqalarına görə eləyəndə yenə səhnədə özünü göstərişdir. Yenə də başqaları üçündür və yenə fokusunuz başqa yerdədir və bu bilirsən nəyə bənzəyir? Elə bil ki, sən yağlı şeylər yeyirsən və deyirsən ki, mən bunu daha çox çiynəyəcəm və beləcə daha çox kalori yandıracağam. Fəqət qəbul etdiyinin yağlılıq oranı, kalori hissəsini heç hesablamırsan. İndi də başqalarının ölməsi üçün daha yaxşı olacam, daha yaxşı olacam dərkən bu hissəni hesablayırsan, fəqət digər tərəfdəki o incidən, kırılan, yorulan tərəfi heç hesaba qatmırsan. Bəs bu nə vaxta kimi belə davam edəcək? Nə zamana kadar qız? İndi kağız qələm və telefonun not yerinə bu sualı qeyd elə. Təklif edirəm ki, videonu durdurub cavablandırasan. No elə deyil, sonra yaz, amma mütləq bu sualı içindən gəldiyi kimi tam detallı cavablandır. Mən özümə hansı halımla qadın deyirəm? Hansı halım mənə daha qadınsı gəlir? Amma özünüzün üzərindən danışacaqsınız. Yəni, Güldəstənin qızı filan şey eləyəndə qadınsı görünür, yox. Faktiki sən özün necə eləyəndə özün daha qadınsı istəyirsən o haqda. Okay. Next question'a geçiyoruz. Qadın olmaq mənim üçün nə vaxtdan etibarən bir yükə, bir hədəfə, olmam gərəkən bir nəticəyə çevrildi. Nə vaxtdan etibarən mən qadınlığı artıq məhz bir standartları olan bir şey kimi qəbul etməyə başladım. Və bu haqda detallı cavab yazmağı tövsiyə edirəm. Hətta bunun kökü gedib hansısa uzmanın qadın belə olar söhbətlərində çıxa bilər. Çox təbiidir, narahat olmur. Qadınlıq haqqında danışanda ağlıma kimlər gəlir? Rol modellərim kimlərdir? Həmin bu rol modellər necə olublar? Onlar nə qədər xoşbəxt olub, nə qədər huzurlu olub? Ümumiyyətlə, onlar qadın olaraq nə qədər xoşbəxt olublar? Qadın xoşbəxtliyi falan deyirlər, bax onlar. O, qadın olaraq onlar mənim olmaq istədiyim xoşbəxtlikdədirlərmi? Və ən sonuncu, ən mənim sevdiyim, ətrafımda, çevrəmdə, yaxın çevrəmdə daimi gördüyüm qadınlar necədilər? Və sən bu suala detallı cavab verəcəksən ki, səni necə hiss elətdirirlər, elə olmaq istəyirsənmi, səncə onların ortaq yönləri nələrdir, ümumiyyətlə onlar nə qədər xoşbəxtdirlər, nə qədər qadınsıdırlar, onlar söhbətlərə hansı reaksiyalar verirlər, onlar nə qədər sənə maraqlı mövzular haqqında danışırlar və s. İndi son olaraq səndən qəşəng yumşaq bir texnika eləyəcəyik. Sən də arxaya sökən, gözlərini bağla və dərin nəfəslər alıb verməyə başla. Hər nəfəsdə qarnın şişsin və hər nəfəs verəndə qarnın təkrar boşalsın və belə dərin nəfəslərə davam elə. Biraz daha rahatla. Sadəcə gözlərin qapalı, nəfəs alış-verişlərə davam elə. Okay. İndi mənimlə birlikdə təkrarlayacaqsan. İndi bu anda özümü hiss eləməyə icazə verirəm. Və bütün bədənimi hiss eləyirəm. İndi isə fokuslan bədəninə, başını hiss elə, üzünü hiss elə, bədənini hiss elə, ayaqlarını. Özündən biraz daha bağlantı qurmağa çalış. İndi dərin nəfəslər al və gözünün önünə sənin ola biləcək ən qadınsı versiyonunu gətir, hansı ki o sənin illərdir arzuladığın, sənin beynindəki ən qadınsı, ən yaxşı, ən master degree versiyandır. Və indi o qadının gözlərinə diqqətlə bax.
Və indi ondan yavaşca sorur. Sən məndən fərqli nələr eləyirsən? Səndən nələr öyrənməyim lazımdır? Və diqqətlə ona qulaq as, o sənə cavablar verir. Və o cavabları dinlə. Və yavaş-yavaş o cavabları qəbul etdikcə həyatına tətbiq etdiyin anları təsəvvür etməyə başla. Və bunları elədikcə və davam etdikcə, davamlılıq çox vacibdir. Davam elədikcə necə gəlib ona dönüşdüyünü izlə. Diqqətlə bax. Sadəcə diqqətlə izlə. Və yavaş-yavaş daha dərindən hiss eləyirsən ona necə dönüşdüyünü və artıq onun gözlərindən dünyanı görməyə başlayırsan. Artıq yanında deyil həmin versiya, sən həmin versiyasan və onun gözlərindən görürsən dünyanı və artıq yaşamın elədir. Dərin-dərin bunu hiss etməyə odaqlan. Tam full fokus orada ol. Tam odaqlan və indi mənimlə birlikdə təkrarla. Özümə icazə verdiyim üçün təşəkkür eləyirəm. Daha yaxşı versəm olduğum üçün təşəkkür eləyirəm. Mənə olar. Mənə daha yaxşısı olmaq olar. Mənə daha qəşəng hiss etmək olar. Mənə özümlə bağlantı qurmaq olar. Özümə icazə verirəm. Təşəkkür eləyirəm. Təşəkkür eləyirəm. Təşəkkür eləyirəm. Təşəkkür eləyirəm. İndi sevgi sözləri ilə davam edin və özünüzlə biraz danışın. Özünüzə sevgi və şəfqət göstərin. Sığallayın, varsın, qucaqlayın. Dərin-dərin hiss etməyə çalışın. Və artıq hər şey düşündüyündən daha yaxşı olmağa doğru gedir. Çünki sən yavaş-yavaş özün olmağa başlayırsan. Özünü hazır hiss eləyəndə gözlərini açıb aramıza qayıda bilərsən. Çox qəşəng bir videonun daha sonuna gəldik. Mən çox yaxşı hiss eləyirəm. Düşünürəm ki, bu sizdə də belədir. Rəylərdə geri dönüşlərinizi yazmağı unutmayın. Əgər sizi daha çox qadınlara dair proqramlar maraqlandırırsa, səhifəmi, digər profillərimi, hansı ki açıqlamada linklər var, oradan izləməyə alın və mütləq Tanrıça proqramını gözləyin. Hər il 1 ya da 2 dəfə keçirilir. Bu il birincisi artıq olur və növbətisinə maksimum hazırlaşmağınızı və gəlmənizi tövsiyə edirəm. Mənimlə necə işləyə bilərsiniz? Bunun üçün mənim Instagram səhifəmdən baxa bilərsiniz. Bütün suallarınızı cavablandırmağa hər daim hazırıq. Həmçinin sizi Fimit qrupumuza dəvət eləyə bilərəm. Orada qəşəng hamımız bir yerə yığışıb mövzular müzakirə eləyirik. Canlı görüşlərimiz olur, vebinarlarımız olur, gizli söhbətlərimiz olur. Uzun sözün qısası, hal-hazırda dünyada, xüsusən sosial mediada sənin həyatını dəyişdirə biləcək çoxlu şeylər var. Fəqət sən buna nə qədər hazırsan və nə qədər eləmək istəyirsən, bu sualların cavabı isə səndədir. Və indi mən sənə sual verirəm. Sən nə qədər hazırsan dəyişməyə və nə qədər hazırsan addım atmağa? Nə qədər istəyirsən bu nəticəni? Özünə çox yaxşı bax. YouTuberlar necə deyirdi? Like eləməyi və abunə olmağı unutmuruq. Şərhləriniz mənim üçün çox önəmlidir. Bütün şərhləri oxuyuram və gerçəkdən motive oluram. Necə gözəl görüşlərdə görüşənədək. Hələlik.